Elmsiz insanı hansı yazıçı heyvana bənzədir? Yəqin ki, ilk ağlınıza Cəlil Məmmədquluzadə ya da Mirzə Ələkbər Sabir gəldi. Amma doğru cavab başqa yazıçıdır. Bu fikir Seyid Əzim Şirvaninin Qafqaz müsəlmanlarına xitab əsərində keçir. Şair deyir ki, zinət-i şəxs elmi irfandır, elmsiz şəxs misli heyvandır. Yəni insanın əsl gözəlliyi var-dövləti və ya görünüşü deyil, onun elm və mərifətidir. Əsərdə maraqlı müqayisə də var. Seyid Əzim Şirvani digər millətlərin inkişaf etdiyini, bizim isə cahillik üzündən geridə qaldığımızı göstərir. Bununla da o oxucunu düşünməyə və dəyişməyə çağırır. Bəs din bizdən bu əsər necə soruşur? Gəlin baxaq. Seyid Əzim Şirvaninin Qafqaz müsəlmanlarına xitab şeiri ilə bağlı yanlış fikirdir. Müəllif öz fikirlərinin ifadəsində Məhəmməd Peyğəmbərin hədisine də müraciət edir. Bəli, yoldaşlar, düzgün fikirdir. Əgər desəydi Qurandan ayə surə verilir, bu yanlış olardı, amma hədisə müraciət etməsi doğrudur. Qafqaz əhlinin digər xalqlardan geridə qalmasının səbəbləri göstərilir. Bəli, bunun səbəbi elmsizlikdə, savadsızlıqda göstərilir. Şairin maarifçiliyi ideyaları əks etdirir. Bəli, yoldaşlar, elə şeirimizin mövzusu da budur. Sənətkar mövcud olan nöqsanların aradan qaldırılması yollarında açaraq göstərir. Bəli, yoldaşlar, düzgün fikirdir. Əksəriyyətimizin səhv etdiyi nüans buradır. Yoldaşlar, biz bilməliyik ki, əsərdə həm problemi göstərir, həm problemin səbəbi, həm də həlli göstərilir. Bu üçlü bu əsərdə mövcuddur. Baxaq A variantına. Görək A variantında səhv olan nədir? Əsər məsnəvi şəklində satira janrındadır. Yoldaşlar, əsər məsnəvi şəklindədir, düzdür. Lakin satira janrında deyil. Əsər maarifçilik xarakterli lirik mənzum xitabdır. Epistolyar da deyə bilər, üslubda yazılmış deyə bilər, yəni məktub formasındadır. Bundan başqa bizim şagirdlərimizin ən çox səhv etdiyi məqamlar hansıdır? Bunların diqqətinizə çatdıraq. Əsəri satirik əsər hesab etmək, yoldaşlar, elə indi bunu dedik. Əsər maarifçi lirik əsərdir. Əsərin xəfif bəhrini rəməl bəhri ilə qarışdırmaq. Bir çox şagirdlər bu əsərin bəhrini qarışdırır. Amma asan bir yolunu sizə deyirəm, dəyərli şagirdlər, necə yada saxlayın? Bizim əsərimizdə nə var? Xitab. Deməli, hansı bəhrdadır? Xəfif, x, belə yada saxlayın. Bundan əlavə, müəllifin yalnız problemi göstərdiyini düşünmək. Xeyr, şagirdlər, sizə dedim. Çıxış yolunu da göstərir. Bununla bağlı həm problemi, çıxış yolunu, səbəbini də göstərir. Əsərin mövzusunu məhəbbət hesab etmək. Yoldaşlar, burada məhəbbətdən heç bir mövzu açılmır. Əsərin mövzusu maarifçilikdir. Ümid edirəm ki, sizin üçün aydın və anlaşılır izah oldu. Əzbərləmirik, müəllifin demək istədiyini anlayırıq.